Açılış mərasimi geridə qaldı və bütün diqqətlərimiz bir qədər sonra start götürəcək final maçına yönəlir. Bir qədər sonra, saniyələr sonra futbol üzrə Azərbaycan milli komandası çempionluq adını qazanmaq üçün final maçına çıxacaq. Rəqibimiz Macarıstan seçməsi. Uğurlar Azərbaycan! Hörmətli tamaşaçılar, hörmətli İdman TV izləyiciləri, bugün çox vacib gündür, bugün tarixi gündür, bugün sevinməyin çox arzuladığımız bir gündür. Milli futbol üzrə dünya çempionatının finalı, Azərbaycan seçmə komandası bu finalın iştirakçısıdır. Bunu necə fəxrlə, qürurla qeyd edirik. Bu neçə günü məhz bu arzuyla yaşayırdıq və nəhayət ki, final günü gəldi çatdı. Rəqibimiz Macarıstan seçməsidir. Komandalar meydançaya dəvət olundu və hər iki ölkənin dövlət himni səsləndirilir. Bu tarix uşaqların beynəlxalq müdafiəsi günüdür. Gəlin bütün uşaqları ürəkdən alqışlayaq, təbrik eləyək, xoş arzularımızı çatdıraq. Onlar bizim gələcəyimizdir, inanırıq ki, sağlam gələcəyimiz formalaşır və əlbəttə ki, onlar üçün də xüsusi hədiyyələr hazırlanıb. Dear ladies and gentlemen, today is June 1st. Bəli, indi arenada da anons edilir ki, belə bir final günü çox mötəbər günə təsadüf edib. Uşaqların beynəlxalq müdafiəsi günüdür və əlbəttə ki, uşaqlara da hədiyyələr təqdim olunub və arenada olan bütün uşaqların bayramı təbrik edilir. Çox əla bir təşəbbüs əlbəttə ki. Bəli. İndi isə hər iki ölkənin dövlət himni səsləndiriləcək, dəyərli izləyicilər. Now, ladies and gentlemen, please rise up for the national anthem of Hungary. İndi isə Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. And now, the national anthem of Azerbaijan.
Bəli, hörmətli İdman TV izləyiciləri, həqiqətən də bir tarix yaşayırıq. Bu günü hazırda meydançada olan futbolçularımız, azarkeşlər uzun müddət əminik ki, yaddan çıxara bilməyəcəklər və çox ümidvarıq ki, sonda sevinən tərəf biz olacağıq. Çox güclü rəqiblə qarşılaşırıq bugün final mərhələsində. Final görüşündə Macarıstan seçməsi komandamızın rəqibi olacaq və artıq Macarıstanın heyəti təqdim olunur. Qapını Vensetayti qoruyur. 2 Balin Domokos, 4 Balaş Benyi, 6 Mikloş Barabas, 7 Mano Mişki, 9 Tibor Keş, 10 Jombor Kövesti, 12 Robin Koperman, 17 Vencelovaş, 22 Barnabas Gyori, 23 İmre Bossoki, 31 Norbert Bakoni, baş məşqçi Janos Trençsenidi. Azərbaycan millisinin heyəti 1 nömrə Vəli Qafarov, 3 Müseyib Vəliyev, 7 Ramiz Çovdarov, 10 Elvin Əlizadə, 11 Samir Əmzəyev, 12 Ağaseyid Qasımov, 14 Talih Babayev, 15 Mehdi Rızayev, 16 Kamran Qurbətov, 17 Vüsal İsayev, 19 Təmkin Xəlilzadə, 20 Məhəmməd Xəlilov, 23 Rəvan Kərimov, 39 Xətai Bağırov, 42 Kamran Abdullazadə, 77 Mir Kamil Əliyev, 95 Eşkin Tağıyev, baş məşqçi Elşad Quliyev. Görüşün hakimləri Antonio Mešić, Xorvatiya, Tomaş Sikora, Çexiya, Marko Popoviç və Aləddin Abdelhadi. Liviya və Varda Graham Florence oturacaq. Amerika Birləşmiş Ştatlarını təmsil edən hakim. Milli Gimnastik arenasında mükəmməl ab-hava var. Onu da vurğulayım ki, mini futbol üzrə nəinki dünya çempionatları, bütün görüşləri nəzərə alsaq, azarkeş sayına görə dünya rekordu da məhz paytaxtımızda vuruldu. Milli Gimnastik arenasında vuruldu. Bugün hər kəs yenə də yaşından asılı olmayaraq millimizin yanındadır, millimizi dəstəkləməyə gəlib. Öz uşaqlarımız, onları belə adlandırırıq. Bax, həmin o öz uşaqlarımız bugün dünya çempionatında həyatlarında ilk dəfə final oynayacaqlar. Biz dünya çempionatının finalını məhz paytaxtımızda ilk dəfə izləyəcəyik. Və əlbəttə ki, güclü komandamızdan bugün qələbə gözləyirik. Onlara göz dəyməmək üçün çox tərifləmək istəmirəm. Çox istəmirəm ki, onlar haqqında xoş sözlər deyim. Bütün bu xoş sözləri qarşılaşmadan sonraya saxlamışıq. Çünki Azərbaycan millisinə biz çox inanırıq. Bütün çempionat boyu onlar var qüvvələri ilə mübarizə apardılar. Var gücləri ilə hər top uğrunda yarışdılar, həmin topu qazandılar, rəqib qapısından keçirdilər və nəhayət onlar final qarşılaşmasında meydançaya çıxırlar. Ümidlərimiz çoxdur, inanmız çoxdur və bircə arzumuz var ki, bu qarşılaşmanın sonunda sevinən tərəf biz olaq. Azərbaycan milli komandası dünya çempionu titulunu qazansın. Nə qədər gözəl səslənir bu cümlə, nə qədər fəxrlə deyə biləcəyimiz bir cümlədir. Onsuz da bu komandayla fəxr edirik, qürur duyuruq. Amma son addım qalıb uşaqlar, hər birinizə uğurlar. Görüş başladı. Qarşılaşma başlayır və Macarıstan komandasının üzvləri topu irəli vurdular və seçməmiz out atışını yerinə yetirdi. Vüsal İsayev Elvin Əlizadə ilə oynayır. Vəli Qafarov, Vəli toplu irəliyir. Vəlinin zərbəsi təhlükəli alınmışdı. Çox yaxşı getdi Vəli Qafarov. Ağaseyid Qasımovun qolundan sonra əlbəttə ki, qapçılarımız artıq bu addımı daha da populyar bir hala gətirirlər. Elşad Quliyevi bizə göstərirlər. Elşad Quliyev dünya çempionu titulunu da qazanmaq niyyətində əlbəttə ki, bu komandayla Avropa çempionu olmuşuq 2022-ci ildə. Və bugün dünyanın ən güclüsü ola bilərik. Bundan gözəl şərait, bundan gözəl məqam ola bilməz. Paytaxtımız, Milli Gimnastik arenası, yerli publika, düzdür. Qeyd edim ki, Macarıstanın da azarkeşləri var, başqa ölkələrin nümayəndələri də var. Amma əlbəttə ki, yerli publikanın dəstəyi ilə millimiz final görüşünü qalib başa vurmaq istəyir. Vüsal İsayevin ötürməsi. Eşkin Tağıyev topa çata bilərdi əslində, amma özü bilərəkdən toxunmur və out atışını yenidən Vüsal İsayev yerinə yetirəcək. Vüsal geri oynadı Eşkin Tağıyev. Eşkin hələ ki gözləyir Eşkin Tağıyevin irəli ötürməsi. Elvin Əlizadə top
rəqibə deyir, amma onların ön xəttə heç bir oyuncusu yox idi. Vəli Qafarov Vüsal İsayevlə oynayır. Vüsal İsayev. Vüsal topladı. Mərkəzə çəkir topu. Vüsal İsayevin ötürməsi sağ cinaha. Təmkin Xəlilzadə. Elvinlə oynadı. Elvin Əlizadə komandamızın kapitanı. 10 nömrəsi topladı. Elvin elə ki gözləyir qarşısında rəqibdə. Pauza edib, üzərinə çox getmir. Təmkin yaxşı açılmışdı. Elvin Əlizadə daha bir ötürmə. Təmkin! Gol! Təmkin Xəlilzadə! Təmkin Xəlilzadə yenə də fərqlənir. Dünya çempionatının finalı. Dünya çempionatının həlledici qarşılaşmasında hesabı açırıq. Təmkin Xəlilzadə ilk topu rəqib qapısından keçirir. Davamı gəlsin. Davamı gəlsin. Təmkin Xəlilzadə əla oynadı bu məqamda, amma Elvinin ötürməsini xatırlayaq. Elvin Əlizadə necə ağıllı davrandı bu məqamda. Mükəmməl ötürməklə. Az qala ikinci dəfə sevinəcəkdik. Macarlar özlərini itirdilər. Az qala topu öz qapılarından keçirəcəkdilər və küncdən zərbə təyin olunur. Hər şey əladır. Bax, belə davam etmək lazımdır. Bunun davamını gətirmək lazımdır. Bu üstünlüyü qoruyub saxlamalıyıq. Bu sonuncu oyundur. Axırıncı oyundur. Bu finaldır. Elvin Əlizadə ötürmə top rəqibə deyir. Görüşə çox yaxşı başladıq. Lazım olan qolu vurduq. Vüsal İsayev əla oynamışdı. Tam doğru qərar qəbul etdi. Çünki Macarstanlı futbolçu çox yaxın idi komandamızın üzvünə və Macarlar dərhal beşliklərini dəyişdilər. Çox maraqlıdır ki, adətən 5 dəqiqə ərzində bu baş verir, amma yəqin ki Macarstanın baş məşqçisi narazıdır artıq bu başlanğıcdan, ona görə də dəyişiklikləri etdi. Geri ötürmə, Tayti. Macaristan komandası arxa xəttdə topu özündə saxlayır. Balin Domokos. Domokos irəliləməyə çalışır. Domokosun ötürməsi Təmkin Xəlilzadə. Təmkin çox yaxşı oynamışdı. Vüsalın ötürməsi bu məqamda Benye'yi özünü çatdırdı. Eşkin. Rəqibin topa yaxın düşməsinə imkan vermir Eşkin Tağıyev. Yaxşı oynamışdı bu məqamda millimizin üzrə alt atışını seçməmiz yerinə yetirəcək. Elvin Əlizadə komanda yoldaşlarına da bildirir ki, tələsməyin, bəli, cərmə zərbəsidir. Qayda pozulmuşdu Eşkin Tağıyevə qarşı. Ramiz Çovdarov, Geronir, Elvin Əlizadə. Vəli Qafarov. Vəli Qafarov topladı. Ötürmə Eşkin Tağıyevə. Eşkin yaxşı fikirləşmişdi. İndi Ramiz Çovdarov yarım finalda qələbə qolumuzu vuran futbolçu indi Vüsal. Əla zərbə idi Vüsal İsayevdən. Qapçı yaxşı oynamışdı Vüsal. Hücumu davam etdirəcək. Topu itiririk burada. Eybi yox. Diqqətli olub, geri qayıtmaq lazımdır. Mirmehdi Rızayev də rəqibin üzərinə gedirdi və bu da seçmə komandamızda dəyişiklik, beşliklər. Əli Talih Babayev, Rəvan Kərimov, Məhəmməd Xəlilov, Xətai Bağırov, Ramiz Çovdarov onsuz da oyundaydı. Bu beşliklə qarşılaşmanı davam edəcək. Talih Babayev. İrəli ötürmə Xətai Bağırov və Ramiz Çovdarov topu yan xəttdən uzaqlaşdırır. Qoldan sonra daha diqqətli olmalıyıq. Macaristan futbolçuları arxa xəttdən topu üzərində saxlayırlar. İrəli ötürmə. Talih Babayev. Rəvan Kərimov, yenidən Talih. Geronir, Ramiz Çovdarov. Çovdarovun irəli ötürməsi Rəvan Kərimov. Yaxşı saxladı topu Geronir, Xətai Bağırov. İrəli meyillənmişdi artıq, topa da çata bilir, bəli. Top xətti keçməmiş, çatmışdı Xətai Bağırov və burada hakim komandamızın lehinə qərar qəbul edir. Seçməmiz hücumunu davam etdirəcək. Xətai Bağırov. Yox, Ramiz Çovdarov özü
Zərbəni vuracaq yəqin. Sərbəst zərbə işarə olunur. Ramiz Çovdarov. Ramizin ötürməsi mərkəzdə. Əla zərbə, az qala Məhəmməd Xəlilov ikinci qolu vuracaqdı. Məhəmməd Xəlilov fərqlənməyə çox yaxın oldu. Mükəmməl zərbə, amma golkiper bu məqamda komandasını qoldan xilas edir. Bəli, Tayti çox yaxşı oynamışdı. Rəvan Kərimov ötürmə qapı qarşısına indi. Macarıstan seçməsinin hücumunu izləyir. Məhəmməd Xəlilov əhsən topu komandamıza qazandırır. Geri ötürmə, Ramiz Çovdarov. Çovdarov yenidən Məhəmmədlə oynayır. Məhəmməd topu özündə saxlayır. Talih Babayev sağ cinahdadır. Ramiz hələ ki gözləyir. Ramizin ötürməsi topu rəqibə dəydərək ki, Macarıstan komandasına hücum imkanı vermirik. Talih Babayev geri oynadı. Vəli Qafarov əla gördü xətayını. Məhəmməd Xəlilov! Məhəmməd Xəlilov! 2-0 dünya çempionatına mükəmməl nöqtə qoya bilərik. Final görüşünə əla başlamışıq. 2-0 da artıq hesab. Azərbaycan seçmə komandası ikinci topu rəqib qapısından keçirir. Bir qədər əvvəl Məhəmmədin cəhdi uğurlu alınmamışdı, amma indi zərbəsi əla alınır və üstünlüyümüzü möhkəmləndiririk. Çox sevinmək də istəmirəm. Çox xoş sözlər də demək istəmirəm. Tək ki qələbə olsun, tək ki qələbə olsun. Həmin o titulu qazandıqdan sonra bütün o xoş sözləri saatlarla deyərik. Tək ki komandamız bax belə uğurlu şəkildə yoluna davam etsin. Bircə onu qətiyyətlə demək olar ki, inanılmaz motivasiyalı çıxıblar görüşə. Futbolçularımız çempionat ərzində bütün oyunlarda belə idi, amma final həyəcanı əlbəttə ki başqadır. Amma final həyəcanından daha çox qələbə əzmi hiss olunurdu futbolçularımızda maçdan əvvəl hazırlıq zamanı və qarşılaşmanın gedişatı da məhz bunu göstərir. Ramiz Çovdarov. Məhəmməd Xəlilov, mərkəz ötürmə Talih Babayev özünü çatdırır, küncdən zərbə olacaq. Bəli, gözəl bir yazı da gördüyü qələbə bizimlədir Azərbaycan və aha, yenə rəqib tərəfdən deyəsən provokasiya başlanacaq. Nəsə oldu, bəli, sarı vərəqə. Sarı vərəqə Macarıstan komandasının 6 nömrəli üzvü Nikos Barabasa göstərilir, komandanın kapitanı da həm də. Miklos indi küncdən zərbəni yerinə yetir, geri ötürmə, zərbə yaxşı alınmadı. Məhəmməd bir rəqbin keçir, Xətai Bağırov özü irəlir, Xətai'nin ötürməsi Rəvan Kərimov. Rəvan! Neymirsiniz uşaqlar? Neymirsiniz siz? Neymirsiniz axı siz? 3-0 Azərbaycan millisi 3-cü qolu vurur. Sadəcə inanılmazdı. Söz tapmaq olmur. Final qarşılaşmasına İnanılmaz başlamışıq. Mükəmməl hücum və daha bir gol. 3-cü qolu rəqib qapısından keçiririk. Rəvan Kərimov. Eşkin Tağıyev az qala topu rəqibdən alacaqdı. Bax belə. Azərbaycan millisinin gücünü hər kəs görür, bütün dünya görür. 2022-ci ildəki çempionluq əbəs yerə deyildi. Bunu bir daha sübut edirik, bir daha bütün dünyaya bəyan edirik. Mini futbol üzrə seçməmiz dünyanın ən güclüsü olmağa çox yaxındır. Düzdür, qarşılaşmanın əvvəlidir. Düzdür, hələ ki hər şey dəyişə bilər. Bax belə, eybi yox. 10 nömrəli futbolçu Macarıstan komandasının üzvü Jombor Kövesti. Fərq azaldır, elə bu haqda danışırdıq ki vəziyyət dəyişə bilər, amma əgər komandamız bu üstün oyununu davam etdirsə qələbəmizi əlimizdən heç kim ala bilməz. Ruhdan düşməmək lazımdır.
Buraxılmış toplardan birinin əvəzini çıxa bilir Macaristan komandası. Jombor Kövesi fərqlənmişdi. Və indi Vəli Qafarov topu geriyə ötürür. Vüsal İsayev. Vüsalın ötürməsi Vəli Qafarov. Vəli topu yenidən Vüsal atır. Vüsal İsayev. Qarşılaşmanın 12 dəqiqəsi ərzində 4 gol vurulub. Seçməmiz 3-1 hesabı ilə irəlilədi Vəli Qafarov. Biraz da davam etsə rəqib qapçıya çatırdı artıq. Bu boşluqdan əla yararlandı. Əlbəttə ki, mini futbolun əsas qayələrindən biri də futbolçuların rəqibə qarşı fərdi oynamasıdır. Belə olan təqdirdə isə qapçını çox vaxt tutmur rəqib komandanın üzvləri. Yalnız rəqib qapçı qapıya yaxınlaşanda onun üzərinə gedirlər. Və buna görə də mini futbolda golkiper amili çox vacibdir. Xüsusilə də hücumlara başlayarkən qapçıdan yaxşı istifadə edə bilən komanda daim rəqib üzərində bir növ üstünlüyü qurur. Vüsal İsayev, geri ötürmə. Eşkin Tağıyev. Eşkin Tağıyev topladı. Hələ ki gözləyir. Rəqib də onun üzərinə elə də həvəslə getmir. Vəli Qafarov yenidən topu Eşkinə atır. Eşkin Tağıyev. Hələ ki gözləyir. İndi ötürmə Vəli Qafarova. Vüsal İsayev də gözləyir, amma indi Vəli Qafarovun ötürməsi sol cinaha o qədər də yaxşı alınmır. Yəni burada Vəli Qafarova qarşı kobudluq var imiş. Topu oyna. Millimiz daxil edəcək. Təmkin Xəlilzadə topun arxasındadır maçda. İlk qolu vuran futbolçu ardınca Məhəmməd Xəlilov fərqləndi və Rəvan Kərimov hesabı 3-0-a çatdırmışdı. Macarlar bu qolun əvəzini Kövesi ilə çıxa bildilər. Qollardan birinin əvəzini çıxa bildilər. Hələ ki tempi istədiyimiz şəkildə idarə edirik. Vəli Qafarovun ötürməsi yanlış alınır. Eşkin Tağıyev irəli çıxmışdı, amma futbolçularımız cəld şəkildə geri qayıdırlar və Elvin Əlizadə rəqibə imkan vermədi ki, topa yaxın düşsün. Out seçmə komandamızın. Elvin Əlizadə yan xətdən topu oyuna daxil edəcək. Elvin Əlizadə irəli oynayır. Eşkin Tağıyev. Top. Meydançadan çıxır. Out seçmə komandamızın Eşkin Tağıyev. Mərkəz oynayır Vüsal İsayev. Topu yenidən komanda yoldaşına qaytara bilmədi. Ramiz Çovdarov Eşkin Tağıyevin əvəzinə meydançaya çıxır. Şimdi Benci Tayti. Tayti irəli ötürmə. Vəli Qafarov topu rahatlıqla tuta bildi. Təmkin Xəlilzadə. Təmkinin ötürməsi Elvin Əlizadə. İki oyunçunun əhatəsində qalır və ona qarşı qayda pozulmuşdu. Bəli, tamamilə doğru qərar. Qayda pozuntusu var idi kapitanımıza qarşı və komandamızda yenidən dəyişikliklər edildi. Təmkin Xəlilzadə. Geri ötürür topu. Vəli Qafarov. Talih Babayev. Rəvan Kərimov. Məhəmməd Xəlilov. Qayda pozuldu Məhəmmədə qarşı. Macaristan komandasının üzvü Məhəmməd Xəlilova qarşı burada kobudluq edir. Hakim ona xəbərdarlıq etdi. Növbəti belə qayda pozuntusunda əlbəttə ki, güzəştə getməyəcək. Talih Babayev, Ramiz Çovdarovla oynuyor. Geriyə ötürmə Vəli Qafarov. Uzun ötürmə Vəli Qafarovdan indi. Top yan xətdən çıxır. Ramiz Çovdarov alt atışını yerinə yetirməlidir. Dünya çempionatının finalındayıq. Azərbaycan seçməsi 3-1 hesabı ilə irəlidir ilk hissədə. Görüşə fırtına kimi başladıq. Ardıcıl 3 gol.
Macarıstan seçməsinin üzvləri özləri də başa düşmürdülər ki, nə baş verir, amma milli komandamız 3 topu rəqib qapısından keçirməyi bacardı. Qeyd edək ki, turnir ərzində yalnız Sloveniya ilə görüşdə komandamız 4 gol vura bilib. Digər maçlarda isə maksimum vurduğumuz qolların sayı 2-yə bərabər idi. Çox çətin, ağır rəqiblərlə görüşdə çətin qələbələr qazanmışıq. Amma final görüşündə artıq 3 dəfə fərqlənmişik və bunu görüşün ilk 10 dəqiqəsində reallaşdıra bilmişik. Hər şey əla davam edir. Tək ki, bu üstünlüyümüzü ən azı qoruyub saxlaya bilək. Başqa heç nə lazım deyil. Vəli Qafarov, Məhəmməd Xəlilov, Ramiz Çovdarov. Ramiz Çovdarov topladı. İrəli ötürmə. Xətai Bağırov. Topu yaxşı qəbul edir. Və hakim bildirir ki, top Xətai Bağırovun əlinə dəymişdi. Macarıstan seçməsinin üzvləri cərmə zərbəsini yerinə yetirirlər. Kövesti geri oynadı. Tayti. Yenidən Kövesti. Macarıstan yarım finalda çox güclü Serbiya komandasını üstələdi penaltilər seriyasında. Serbiya seçməsi son Avropa çempionudur. Dünya çempion olmağa da çox iddialı idi. Hətta çoxları finalda məhz seçməmizlə Serbiyanın qarşılaşacağını gözləyirdi, amma Macarıstan bu güclü rəqibin öhdəsindən gəldi və bugün onlar Azərbaycan millisinə rəqibdir. Talih Babayev geri oynayır. Ramiz Çovdarov. Yenidən Talih Babayev. Geri ötürmə. Ramiz Çovdarov. Çovdarov Rəvan Kərimovla oynadı. Rəvan Kərimov topa tərəf qaçır. Rəvan Kərimov. Geri ötürmə. Ramiz Çovdarov. Çovdarov elə ki topu özündə saxlayır. Xətai Bağırov. Geri oynadı. Vəli Qafarov. Talih Babayev. Talih Babayev. Məhəmməd Xəlilov topu qəbul etdi. Talih Babayev. Hələ ki topu özümüzdə saxlayırıq. Rəqibə hücum imkanı yaratmırıq. Xəyalı ötürmə Vəli Qafarovdan Talih Babayev. Sağ cinahla oynadı. Xətai Bağırova top gəlirdi. Rəqib mani oldu. Rəvan Kərimov. Yan xətdən topu oyuna daxil edir. Uzun ötürmə Ramiz Çovdarov. Çox qüvvətli zərbə vurmuşdu. Top qapının yanından keçdi. Lovaş geri oynuyor. Tayti. Yenidən Tayti. Və topu kənara vurdu. Komandamızın üzvləri yan xətdən topu oyuna daxil edəcəklər. 20-ci dəqiqə. Məhəmməd Xəlilov geri oynuyor. Ramiz Çovdarov. Çovdarovun ötürməsi. Talih Babayev. Mərkəz oynadı Rəvan Kərimov. Ramiz Çovdarov. Çovdarov yenidən Rəvanı düşünmüşdü. Xətai Bağırov bir rəqibini keçir, amma topu özündən irəli buraxır. Məhəmməd Xətai topu komandamıza qazandırır. Zərbə Xətai Bağırovdan dəqiq alınmadı. Yenidən heyətdə dəyişikliklər. Müseyib Vəliyev də oyuna çıxır. Elvin Əlizadə də qayıdır. Vüsal İsayev geri oynadı. Vəli Qafarov topu yenidən Vüsala qaytardı. Vəli Qafarov. Qafarovun ötürməsi dəqiq alınmır. Rəqib topu irəli vurmaq istəyərkən qaydanı pozuruq və cərmə zərbəsini Macarıstan futbolçuları yerinə yetirəcəklər. Tayti. Taytidən uzun ötürmə. Müseyib Əliyev başla topu qarşılayır. Mano Mişkey geri oynadı. Yenidən Mano. Geri ötürür topu. Tayti. Sağ cinahda Şombor Kövesti. Məhz onun qolu ilə Macarıstan komandası fərq azalda bilmişdi. Təmkin Xəlilzadə rəqibin üzərinə gelirdi. Vüsal İsayev. Bir Mehdi Rızayev.
Hüseyin Əliyev, Elvin Əlizadə. Elvinin ötürməsi top keçmir. Hüseyin Əliyev topa çatmağa çalışırdı. Burada out seçmə komandamızın. Vüsal İsayev geri oynadı. Vəli Qafarov. Təmkin Xəlilzadənin ötürməsi. Elvin Əlizadə topa tərəf qaçırdı və rəqib mane oldu. Küncdən zərbəni Elvin Əlizadə yerini yetirir. Mərkəzi ötürmə, top müdafiəçilə deyərək qapı xəttindən çıxır. Yox, yan xəttdən çıxıbmış top. Elvin Əlizadə altı yerini yetirir. Təmkin top gözləyirdi geridə. Təmkin Xəlilzadəyə top gəldi, çatdı. Təmkinin zərbəsi. Müdafiəçilər topun qarşısını kəsə bilirlər. Vüsal İsayev geri oynayır. Vəli Qafarov. Ötürmə Elvin Əlizadə. Vəli Qafarov. Vüsal İsayev. Yenidən Vəli Qafarov. Bu dəfə ötürməsi dəqiq alınmır Vəlinin. Yan xəttdən topu oyna. Macaristan seçməsi daxil edir. Balaş Benyey. Hakimin qərarı, bəli, küncdən zərbə olacaq. Topa çata bilmişdi Macaristan seçməsinin üzvü. İndi standart vəziyyəti. Macarlar yerini yetirirlər. Bax belə, bu hücumları da beləcə yekunlaşır. Hələ ki, hər şey istədiyimiz kimi davam edir. Vəli Qafarov, Vüsal İsayev. Elvin Əlizadə çox əla ötürür topu Mir Mehdiyə, indi Vüsal İsayev. Rəqib topu Vüsaldan alır və Vüsal qaydanı pozmuşdu. Taktiki fol idi bu, sarı bərəqə də göstərilir Vüsal İsayevə. Cərimə zərbəsini Macaristan seçməsi yerinə yetirir. Zərbə qapıya çox təhlükəli idi Vəli Qafarov. Vəli Qafarov əl oynadı. Azarkeşləri də daha da fəal olmağa çağırır qapçımız. Geri ötürmə, indi Tayti. Macaristan seçməsinin golkiperi toplaydı. Geri oynuyor. Hücum variantları axtarırlar. Elvin Əlizadə rəqibin qarşısında dayanıb. Gözləyir hələ ki Elvin. Daha bir ötürmə. Mir Mehdi Rızayev. Elvin Əlizadəni düşünmüşdü əslində. Və beləliklə ilk hissə yekunlaşır. Dünya çempionatının finalında rəqib üzərində 3-1 hesabı ilə irəlidəyik. Fasilədən sonra yenidən birlikdə olacaq dəyərli izləyicilər. Mini futbol üzrə dünya çempionatının finalı. Həlledici qarşılaşma, son görüş və Azərbaycan millisi dünya çempionu olmağa addım-addım yaxınlaşır. Macaristan üzərində ilk hissədə çox samballı üstünlük əldə etmişik. 3-1 hesabı ilə üstünlük rəqibdən və ümidvarıq ki, bu hissənin sonunda da sevinən tərəf məhz biz olacaq. Macaristan komandası daha istəkli başlamaq istəyir ikinci yarıya. Mano Mişki geri oynayır, Kövesti. Yenidən Mano topladı. Macaristan seçməsinin 7 nömrəsi geri oynadı. Şombor Kövesti. Tayti. Yenidən Kövesti. Tayti, Kövesti. Macaristan komandası ön xəttdə fəallaşmağa çalışır. Mərkəzi ötürmə və Manonun zərbəsindən sonra top qapının üstündən keçdi. Yaxşı təşkil olunmuş bir hücum idi əslində, amma
Topkapının üstünden keçir. Milli Gimnastik Arenasında yine de mükemmel hava var. Boş yer demiyorlar ki yoktu. Bugün herkes, burada toplaşan, ekran karşısında bizi izleyen herkes şampiyonluk gözlüyor. İlk hissədə də vurgulamışdıq. Mini futbol üzrə dünya çempionatında qalib olmaq şərəfini bizə yaşada bilər Azərbaycan seçməsi və final maçına çox əla başladıq. İlk 10 dəqiqədə rəqib qapısından 3 top keçirdik. Hazırda 3-1 hesablı üstünlüyümüz var və bu oyunumuzu rahat şəkildə, stabil şəkildə davam etdirməliyik. Qələbəyə çox yaxınıq. Ramiz Çovdarovun ötürməsi Topkapı xəttindən çıxır. Tək ki bu vurulan qollar futbolçularımızı arxayınlaşdırmasın. Arxayınlaşmaq lazım da deyil, çünki bu finaldır. Sadəcə bu dəqiqələr ərzində var qüvvələrini ortaya qoyub bütün Azərbaycanı sevindirmək qalır onlara. Out atışını Macaristan futbolçuları yerinə yetirirlər. Lovaş geri oynuyor. Mərkəzə tərəf ötürmə. Mikloş topu qapçısına vermişdi. Tayti indi. Vence Lovaş geri oynuyor. Kövesti. Şombor Kövesti. Macaristan komandası da bu titulu qazanmaq istəyir. Maçın əvvəlində çox çaşbaş qalmışdılar. Seçməmiz hər hücumundan sonra demək olar ki, fərqləndi. Xətai Bağırov. Xətai topu özündə saxlayır. Ramiz Çovdarov təkdir. Topu istəyirdi nəhayət Xətai topu. Ramiz Çovdarova verdi. Rəvan Kərimov! Rəvan Kərimov! Yenə də Rəvan Kərimov! 4-cü qolu vurur. 4-cü topu final qarşılaşmasında rəqib qapısından keçirir. Əla ötürmə Ramiz Çovdarovdan və Rəvan Kərimov topu uzaq küncə bax belə göndərir. Azərbaycan 4, Macaristan 1. Qarşılaşma tam sürəti ilə davam edir. Bəli, indi kənardan azarkeşlərdən kimsə yad əşya atıb meydançaya və futbolçularımız da həmin azarkeşlərə bəzi qeydlərini etdilər. Aha, yad əşya deyilmiş. Bəli, hazırda biz görürük ki, bəli, komandamızın həmin o səs-küy yaratmaq üçün fan-klub arasında həmin o barabanın çubuğuydu, qırılıb düşüb meydançaya. Bunu da final qarşılaşmasında yaşadıq. Heç kim yad əşya atmayıb. Əlbəttə ki, azarkeşlər nəyə görə belə bir addım atsınlar? Biz vurğulamışdıq ki, mini futbolda azarkeş sayına görə bir oyuna, baş çəkmə sayına görə dünya rekordu da məhz paytaxtımızda vuruldu. Əlbəttə ki, nümunəvi şəkildə millimizi dəstəkləyirlər. Hakimin bir qədər əvvəl yanıldığını da gördük və əsas odur ki, hər şey öz həllini tapdı. Hər şey qaydasındadır. Maça davam edirik. Yenidən 3 toplu üstünlüyümüzü qazanmışıq. Xətai Bağırov tək başına irəliləyirdi və belə bir çətin vəziyyətdə komandamıza cərmə zərbəsini qazandırır Xətai Bağırov. 31-ci dəqiqə görüşdə. Beşliklər dəyişir. Rəvan Kərimov final maçında dubl etdi. İlk qolumuzu Təmkin Xəlilzadə vurmuşdu. Ardınca Məhəmməd Xəlilov. Və növbəti 2 qol Rəvandan gəldi. Rəvan Kərimov dubl edərək seçməmizin üstünlüyünü bir qədər də artırdı. Elvin Əlizadə. Elvinin qüvvətli zərbəsi qapının yanından keçir. Elvin Əlizadə belə uzaq məsafələrdən çox nadir hallarda zərbə vurur, amma o nəsə hiss etmişdisə
bunu həyata keçirəcək və həqiqətən də çox təhlükəli alındı. Uzaq 9-luğa zərbə. Vəli Qafarov. Eşkin Tağıyev geri oynayır. Mirmehdi. Cinahı ötürmə. Təmkin Xəlilzadə. Elvin Əlizadə topu buraxır. Vəli Qafarov. Müseyib Vəliyev. Müseyib Vəliyev. Ötürməsi. Vəli Qafarov. Vəli topla irəliyir. Vəlinin ötürməsi. Eşkin Tağıyev. Müseyib Vəliyev istiqamətləndirə bilmişdi topu. Eşkin Tağıyev əslində o qədər də boyu ilə öyünə bilməz, amma fikir verin hara tullanır. Hava mübarizələrində necə əla özünü göstərir və bir qədər əvvəl də Müseyib Vəliyevə ötürməsini çox yaxşı düşünmüşdü. Elvin Əlizadə geri oynadı. Vəli Qafarov. Yenidən Elvin Əlizadə. Elvin hələ ki gözləyir. Rəqibin onun üzərinə gəlməyini, indi ötürməsi Vəli Qafarova. Yenidən Elvin. Əlbəttə ki, vaxt lehimizə işləyir. Tələsmirik. Rahat şəkildə hücumumuzu qurmağa çalışırıq. Elvin Əlizadənin ötürməsi. Vəli Qafarov qarşısında boşluq var. Vəli sağ cinahla oynamaq istədi. Top təmkinə çatmır. Üzrxahlıq etdi Vəli Qafarov. Hər şey qaydasındadır. Təmkin Xəlilzadə geri oynayır. Elvin Əlizadə. Vəli Qafarov. Elvin sol cinahda topu qəbul etdi. Elvin'in geri ötürməsi. Vəli Qafarov. Yenidən Elvin Əlizadə. Elvin topu özündə saxlayır. Rəqibin onun üzərinə gəlməyini gözləyir. İndi Eşkin Tağıyev də solda top gözləyir. Mərkəz oynadı. Əla ötürməydi Elvinlər. Mirmehdi geri oynadı. Vəli Qafarov. Yenidən Mirmehdi. Elvin Əlizadə. Hər şey nəzarət altındadır. Topa da nəzarət edirik. Oyuna da, hesaba da. Çox az qalıb əslində. Qələbənin miqyasını nəzərə alsaq, çox az qalıb. 16-17 dəqiqə bu miqyasda, bu nüfuzda qələbə üçün o qədər də çox vaxt deyil. Futbolçularımız mübarizəni sona qədər aparırlar və hakim bildirir ki, top Azərbaycan seçməsindədir. Təmkin Xəlilzadə geri oynadı. Elvin Əlizadə. Elvin yenidən topu özündə saxlayır. Sanki rəqibi də bezdirməyə çalışırlar ki, onlar artıq arxa xəttdən çıxıb irəli gəlsinlər, amma onlar da risk edə bilmirlər. Elvin Əlizadə. Vəli Qafarov. Vəli topla irəliyir, rəqib yaxınlaşır. Vəlinin ötürməsi Təmkin Xəlilzadə. Təmkin topu geriyə, Elvin ötürdü. Bəli, hələ ki qarşılaşmada temp yalnız kənardan eşitdiyiniz milli alətlərimizin səsindədir. Seçməmiz hesabda üstünlüyünü qazanıb, bunu qoruyub saxlayır, vaxt lehimizə işləyir və belə arxa xəttdə topa nəzarətlə, topu özümüzdə saxlamaqla əlbəttə ki, oyunun yavaş-yavaş sonunu gözləyirik, oyunun gedişatına belə təsir edirik. Bir qədər sonra beşliklər dəyişəcək. Elvin Əlizadə. Elvin ötürməsi, Təmkin. Vəli Qafarov, yenidən Təmkin. Və Təmkinə qarşı qayda pozulur əlbəttə. Macarstanlı futbolçu. Özü də başa düşür bunu. İndi gedir üzrxahlıq edir Təmkindən və yenidən əvəz etmələr komandamızda. Cərimə zərbəsini Ramiz Çovdarov yerinə yetirir. Çovdarov topla irəliyir.
Hələ ki gözləyir. Geri ötürmə. Vəli Qafarov. Vəli Qafarov. Top Macaristan seçməsindədir. Hələ ki onlar ön xəttdə fəallıq yaratmağa çalışırlar, amma ikinci isə tam nəzarətimizdədir. Bütün oyun fərqlənmiş idi. Topu da özümüzdə saxlayırıq və indi yalnız Macarlar indi nəsə etməyə çalışırdılar. Yəni ki, onların demək olar ki, hücum planları yarımçıq qalır. Çox əla müdafiə olunuruq. Müdafiəni demək olar ki, meydanın mərkəzindən qururuq. Lazımi şəkildə rəqibin oyuncularını bağlayırıq və bax belə. Rəqib hücumlar zamanı çox vaxt belə ötürmədə səhvlərə yol verir. Out atışını Ramiz Çovdarov yerinə yetirəcək. Hakimlər də bildirir ki, biraz tələsmək lazımdır. Çovdarov geri oynayır. Vəli Qafarov. Vəlinin irəli ötürməsi. Öz ampula yoldaşına çatır top. Vensi Tayti. Mono. Kövesti. Kövesti topu özündə saxlayır. Kövestinin irəli ötürməsi. Xətai Bağırov. Top Xətaiyə dəyir, ardınca isə də Kövestinin özünə dəyərək meydandan çıxır. Talih Babayev. Rəvan Kərimovla oynadı. Rəvan topu saxlayır. Qapı istiqamətində zərbə idi bu. İndi yeri qayıtmaq lazımdır. Rəvan Kərimov rəqibin önündədir. Zərbə və dəqiq alınmır. Top qapının üstündən keçdi. Bax belə, hörmətli izləyicilər. Dünya çempionu olmağa yavaş-yavaş yaxınlaşırıq. Keçən hər saniyə bizi qələbəyə daha da yaxınlaşdırır. Əminəm ki, hər kəs qarşılaşmanın ən tez bir zamanda bitməsini gözləyir. Bu çempionluğun rəsmiləşməsini gözləyir, bəli. Bu tarixi yazmağa çox yaxınıq. Ramiz Çovdarovu görürük. Azarkeşlərə səslənir ki, daha da fəal olmaq lazımdır. Azarkeşlərimiz də komandamız tempi aşağı saldığı kimi bu dəqiqələrdə biraz sanki artıq bu qələbəyə alışıblar, amma belə məqamlarda daha çox dəstək olmaq lazımdır Azərbaycan seçməsinə. Əlbəttə ki, onlar qələbəni hər kəsdən çox istəyirlər, amma azarkeşlərin dəstəyi bu məqamda seçmənimizin üzvlərinə başqa bir səviyyədə təsir edir. Çünki onların finala qədər çıxmağında da bu tərəfdarların çox böyük rolu var və fikir verirsinizsə, Milli Gimnastik Arenasında nəhayət azarkeşlər yenidən uca səslə komandamızı qələbəyə səsləyirlər. Cərmə zərbəsini Macaristan futbolçuları yerinə yetirəcəklər. Görüşün 40-cı dəqiqəsi. Macaristanın iki futbolçusu Göri və Benye topun arxasındadır. Fit səslənir. Benye'nin ötürməsi uzaq küncə başladı. Daha bir ötürmə Vəli Qafarov yaxşı oynadı. Məhəmməd Xəlilov top yan xəttdən çıxır. Yenidən Balaş Benye top oyuna daxil edir. Hücumunu davam etdirəcək Macaristan futbolçuları. Küncdən zərbəni yerinə yetirirlər. Daha bir ötürmə Ramiz Çovdarov. Top yan xəttdən çıxır. Balaş Benye. Daha bir ötürmə Talih Babayev bu dəfə müdaxilə etdi. 41-ci dəqiqədə yekunlaşır. Qapı qarşısına ötürmə, zərbə vura bilmədi bu məqamda. Domokos. İndi irəli ötürmə. Talih Babayev də rəqibin qarşısını kəsməyə çalışır. Sərt ötürmə qapı qarşısına.
Hər şey millimiz üçün yaxşı qurtarır. Beşliklər yenidən dəyişir. Müseyib Əliyev. Yan xəttdən topu oyuna daxil etdi. Uzun out atışıydı Müseyibdən. Son oyunun, daha doğrusu yarım final mərhələsində oyunun son dəqiqələrində Müseyib Əliyev çox əzmkarcasına çıxış edirdi. Rəqib hücumlarının qarşısını alırdı. Ümumilikdə oynama müddəti bəlkə də çox olmasa da, amma meydançada olduğu məqamlarda əlindən gələni edir. İndi təmkin Xəlizadə rəqibin üzərinə gedirdi. Elvin Əlizadə. Əhsən Elvinə. Geri oynadı Vəli Qafarov. Vüsal İsayev. Və Vüsala qarşı qayda pozulur. Vüsala qarşı kobudluq var idi. Cərimə zərbəsini seçməmiz yerinə yetirir. Elvin Əlizadə. Ötürmə Vəli Qafarov. Vəli topu yenidən geri ötürür. Elvin Əlizadə. Elvin hələ ki gözləyir. Vəli Qafarov. Onun üzərinə gəlirlər. Ötürmə Eşkin Tağıyevə. Elvin Əlizadə. Mərkəz oynadı. Vüsal İsayev, Eşkin Tağıyev. Necə mükəmməl çıxırsınız hücuma uşaqlar. Necə əla idi hər şey. Təmkin Xəlilzadə. Təmkin topu mərkəzə çəkir. Və yenidən geri qayıtdı. Elvin Əlizadə. Əla ötürdülər topu bir-birlərinə. Komandamızın üzvləri çox yaxşı hücum təşkil olunmuşdu, amma təmkin risk etmədi, geri qayıtdı. Tam da doğrusunu, əlbəttə ki, ən yaxşısını özləri bilir futbolçularımız. Əbəs yerə final qarşılaşmasında, dünya çempionatında 4-1 hesabı ilə irəlidə deyilik. Dünyada mini futbolda ən güclü seçimi olduğumuzu dəqiqə-bə-dəqiqə sübut edirik. Çempionatın bütün görüşlərində, yalnız açılış oyununda qələbə qazana bilmədik. O da daha sonradan da deyilmişdim. Futbolçuların meydançaya alışması prosesi, nisbətən açılış həyəcanı, bu məqamlar. Amma ardınca meydana çıxdığımız bütün görüşləri qalib başa vurmuşuq və indi artıq son addım qalıb. Reportajın əvvəlində də vurğuladıq. Bu möhtəşəm keçən bu günlərin sonuncusudur. Hər birimiz çox həyəcanla seçmə komandamızın qələbələrini izlədik. Bir-birimizə bəlkə də soruşurduq ki, hesab neçə oldu bu görüşdə? Marağa azal onlar, bu idman növü ilə az tanış olanlar da öz dostlarından, ətraflarından qələbələrimizin sədasını eşitdikcə daha da maraqlanmağa başladılar. Və buna görə də hazırda Milli Gimnastika Arenasında boş yer yoxdur. Hər kəs bacardığı qədər milli komandamıza dəstək olur və bizi hazırda ekran qarşısında izləyən tamaşaçılarımız var. Mini Futbol Federasiyasının yaratdığı fan zona var ki, Dənizkənarı Milli Parkda yerləşir. Bizim izləyicilərimiz, məhz İdman TV kanalının izləyiciləri həmin məkanda da, həmin fan zonadan da bizim final qarşılaşmamızı izləyirlər, baxırlar, dəstək olurlar komandaya. Əlbəttə ki, ölkəmizdən kənarda yaşayan həmyerlilərimiz kanalımız vasitəsilə hazırda dünya çempionatı həyəcanının finalını yaşayırlar və futbolçularımız, bax bu uşaqlar, öz uşaqlarımız, onları artıq belə tanıyırıq. Öz uşaqlarımız dünya çempion olmağa çox yaxındır. Azərbaycan, bax bu adın məsuliyyətini dərk edən futbolçularımız seçməmizi dünyanın ən güclüsü etməyə çox yaxındır. Az qalıb, artıq 46-cı dəqiqə yekunlaşır. Ola bilər ki, oyunun tempi final maçına uyğun olmasın. Ola bilər ki, daha həyəcanlı qarşılaşmalar izləmişik millimizin oyunlarında. Əlbəttə ki, amma əsas olan qələbədir və inanın ki, məşqçimiz də, futbolçularımız da nə etdiklərini çox yaxşı bilirlər. Hər şeyi çox yaxşı başa düşürlər. İndi Macarıstan komandasının hücum cəhdi top yan xəttdən çıxır.
Ramiz Çovdarov. İrəli ötürmə topu rəqibə gedir. Revan Kərimov. Geri oynadı Ramiz Çovdarov. Xətai Bağırov. Xətai Bağırov topu özündə saxlayır. Talih Babayev. Macaristan komandası hücumunu davam etdirəcək. Səbirsizliklə qarşılaşmanın yekununu gözləyirik. Səbirsizliklə. Həqiqətən də bu məqamlarda oyun şərh etmək, oyunla bağlı nəsə demək çox çətindir. Azarkeşlər hər kəs inanın ki, oyuna 2 saniyə baxırsa hər kəs 1 saniyə, hər kəs saata baxır, saatı izləyir. Keçən hər saniyənin bizi qələbəyə daha da yaxınlaşdırdığını başa düşür. Burada ab-hava həqiqətən də möhtəşəmdir. Milli Gimnastika Arenasında bir qədər sonra yaşanacaqları təsəvvür edə bilmirəm. Elşad Quliyev, futbolçular, hər kəs qələbəni gözləyir. Hər kəs dünya çempionluğumuzu gözləyir. Biz də gözləyirik. Səbirsizliklə gözləyirik. Hələlik Macaristan komandasının hücumuna baxaq. Çox güclü komandaya sahibdir Macaristan seçməsi. Təkcə Serbiyanı keçməkləri nəyə desən deyər. Yarın final mərhələsində bəlkə də finala ən real namizəd kimi məhz Serbiya seçməsi göstərilirdi. Əşkar favorit hesab olunurdular. Çempionatın da favoritlərindən biri idi Serbiya. Amma Macaristan səddini keçə bilmədilər. Seçməmiz isə Macaristan komandası ilə final görüşünə o qədər mükəmməl başladı və qolları sıraladı ki, artıq biz indi rahat şəkildə maçın yekununu gözləyirik. Bu qarşılaşmanın yekunlaşmasını gözləyirik. Azərbaycanın milli komandasının dünya çempion olmasını gözləyirik. Buna çox inandıq, ilk gündən inandıq. Bax, bu komandaya, bu uşaqlara, məşqçilər heyətinə, hər kəsə inandıq. Azərbaycan Mini Futbol Federasiyasına inandıq. Bu işdə əziyyəti olan hər kəsə inandıq. Ümidlərimiz çox idi və həmin qələbəyə, həmin o inandığımız qalibiyyətə az qalıb. Çox az qalıb. Burada ehtiyatlı olan futbolçular, komanda üzvləri, heç kəs özünə yer tapa bilmir. Azarkeşlər hər birimizin fikri, diqqəti vaxtdadır, zamandadır. Saniyələr keçir və biz dünya çempionu olmağa çox yaxınıq. Fitsəsəlir, Kövesti zərbə vuracaq. Yox, ötürmə verdi, qapıya zərbə və Macarlar buraxılmış toplardan birinin əvəzini çıxırlar. Macaristan komandası hesabı 4-2 edir. 17 nömrəli oyuncu Bence Lovaş fərqlənmişdi. Oynayan qapçı funksiyasını yerinə yetirir Bence Lovaş. Eşkin Tağıyev geri oynadı, Elvin Əlizadə. Vəli Qafarov. Vəli Qafarovun irəli ötürməsi. Top qapı xəttindən çıxır. 2 dəqiqə artırılıb qarşılaşmanın əsas vaxtına. 2 dəqiqə artırılıb. Geri ötürmə. Səbrimiz çatmır artıq. Səbrimiz çatmır artıq. Qarşılaşmanın final bitini gözləyirik. Macaristan komandasının sonuncu cəhdlərini istəyirik. Onlar hesab arasındakı fərqi azaldandan sonra indi yenidən fərqlənməyə çalışırlar. Ön xəttə fəallıq göstərməyə səy göstərirlər, çalışırlar. Bacardıqlarını edirlər, amma futbolçularımız imkan vermir. Futbolçularımız əla müdafiə olunurlar. Lazım olanı etdilər qarşılaşma ərzində. 2 top fərqi irəlidə Müseyib Əliyev topu irəli vurur. Elvin Əlizadə! Elvin Əlizadə! Çatdırmadı, çatdırmadı.
Özü də təbəssümlə qarşıladı bu məqamı. Təmkinə top atmaq istəyirdi Elvin, amma biraz ləngidi. Vəli Qafarov, Mirmehdi Rzayev geri oynadı. Vəli Qafarov artıq komanda üzvlərimiz hazırdır çempionluğu bayram etməyə. Müseyib Vəliyev, Eşkin Tağıyev. Geri ötürmə. 10 saniyə qalıb. 10 saniyə qalıb. Mirmehdi Rzayev, Eşkin Tağıyev, Vəli Qafarov. 2, 1, vaxt bitdi. Hakimin qərarı. Azərbaycan dünya çempionudur. Azərbaycan dünya çempionu olur. Mini futbol üzrə komandamız dünyanın ən güclüsüdür. Öz uşaqlarımız hamıdan güclü oldu. Hamını məğlub etdilər. Təşəkkürlər sizə. Milli komanda. Minnətdarıq sizə. Dünya çempionluğunu Milli Gimnastika arenasında paytaxtımızda qazandıq. Öz azarkeşlərimiz qarşısında dünyada ən güclü olduğumuzu sübut etdik. Əlbəttə ki, bu qələbə hər kəsin qələbəsidir. Bütün Azərbaycanlıların qələbəsidir. Azərbaycan seçməsinin üzvləri öz bacarıqları ilə, əziyyətləri ilə, var qüvvələri ilə mübarizə aparmaqla buna nail oldular. Çox çətin qarşılaşmalar oldu. Çox çətin günlər yaşandı. Amma Azərbaycan seçməsi bu qarşılaşmada final görüşündə inamlı qələbə qazanaraq dünyada hamıdan, bütün seçmələrdən, bütün milli komandalardan güclü olduğunu sübuta yetirdi. Azərbaycan seçməsi bir daha Azərbaycan xalqına qələbəni yaşadır. Əlbəttə ki, bizim xalqa, Azərbaycan xalqına məhz qələbə yaraşır. Son dönəmlərdə bizim dövlət səviyyəsində qələbələrimizdən sonra əlbəttə ki, idmanda müxtəlif uğurlarımız oldu. Müxtəlif böyüdüləsi, böyüdülməyəsi, miqyasından asılı olmayaraq uğurlarımız çox oldu. Amma sırf futbolda, mini futbol olsa belə dünya çempionu olmağımız həqiqətən də çox dəyərlidir. Sizə çox təşəkkür edirik. Necə ki, bu tərəfdarlar Azərbaycanda bu görüşü izləyən hər kəs sizə minnətdardır. Əziz komanda üzvləri, öz uşaqlarımız, boş yerə sizə öz uşaqlarımız fikrini deməmişik. Bu ad, bu söz həqiqətən də bir mənsubiyyət forması olsa da, amma bu müddət ərzində hər kəs sizə ürəklə, tam səmimi şəkildə bax bu sözü dedi, öz uşaqlarımız sözünü dedi və siz də bu etimadı doğrultdunuz. Hər kəsə təşəkkür düşür. Azərbaycan Mini Futbol Federasiyasına, komandamızın məşqçilər qrupuna, mən istərdim futbolçuların adını bir-bir çəkim yenidən. Dünya çempionları, dünyanın ən güclü oyuncularının adını çəkirəm. Diqqətlə qulaq asın, xahiş edirəm. Vəli Qafarov, Müseyib Vəliyev, Ramiz Çovdarov, Elvin Əlizadə, Samir Əmzəyev, Ağaseyid Qasımov, Talih Babayev, Mirmehdi Rzayev, Kamran Qurbətov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Rəvan Kərimov, Xətai Bağırov, Kamran Abdullazadə, Mir Kamil Əliyev və Eşkin Tağıyev. Baş məşqçimiz Elşad Quliyev, məşqçilər Sərxan Məstiyev, Seymur Məmmədov, qapçılar üzrə məşqçi Ramil Həsənzadə, komandanın həkimi Samir Məmmədov və komandanın meneceri Emin Mösümov. Bütün komanda üzvlərinə, hər kəsə təşəkkür edirik. Əlbəttə ki, ilk gündən məqsəd dünya çempionluğunun rəsmiləşdirilməsi idi. Məhz Avropa çempionluğundan sonra 2022-ci ilki uğurdan sonra Azərbaycan Mini Futbol Federasiyasının rəhbərliyi Prezident Orxan Məmmədov və icraçı vitse-prezident Talih Nəsibov açıqlamalarında da vurğulayırlar ki, məqsədimiz dünya çempionu olmaqdır və bunun üçün milli çempionat quruldu, qarşılaşmalar keçirildi, yeni futbolçular heyətə cəlb olundu və budur 2025-ci il bu çempionatın təşkili həm ölkəmizə həvalə olundu və Azərbaycan seçmə komandası dünyada ən güclü olduğunu sübuta yetirdi.